Beləliklə, mənimlə bağlantıda həm maliyyəçi, həm də Sumqayıt Basketbol Klubunun direktoru Elnur Quliyev mənimlə bağlantıdadır. Elnur bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir, xoş gördük. Xoş gününüz olsun. Elnur bəy, başlayaq birinci Azərbaycanda idmana yatırımla. Azərbaycanda biz bilirik ki, bəzi həm futbol, həm basketbolda, həm də elə voleybol olsun, komanda idman növlərindən söhbət gedir əlbəttə ki, bəzi komandaların sponsorları və maliyyə mənbələri var. Bəzi əksər klublarımızda isə bu istiqamətdə ümumiyyətlə inkişaf yoxdur. Mənə uzun illərdir idman jurnalistikasında fəaliyyətə başladıqdan sonra uzun illərdir məni maraqlandıran bir sual. Biraz əvvəl mən sualı səsləndirdim. Niyə Azərbaycanda 1 milyard manat xərcləyib şəhərci dükənlərin sayı onlarla yüzlərlədir? Yəni o söhbət iş adamları və biznesmenlərdən gedir. Amma həmin o 1 milyardı idmana yönəldən şəxslər demək olar ki, yoxdur. Başa düşdüm sizi, indi izah edeyim. Deməli, indi hazırda artıq bugün idman təkcə yarış deyil, artıq bir qlobal da olsa Azərbaycanda da bir biznes sənayesinə çevrilməkdədir. Bu bütün dünyada da müşahidə olunur. Amma sizin nümunəmizə misal olaraq deyim ki, bu normalda biznes tərəfi odur ki, istəyirlər ki, bu bina tikən insanlar, biznesmenlər pulu qoyub daha tez götürə bilirlər. Amma idman sənayesi edir ki, bəzən 3 il, 5 il, 10 il müddətində geri dönüş edir. Və bu geri dönüşün özü də bəzən maddiyyatla asılı olmur, bir gənc nəsil yetişir. Misal üçün, biz bunu basketbolda da görürük, bunu futbolda da görürük, voleybolda da görürük. Bu idman uzun müddətli bir yatırımdır və daha çox da insanlara yatırımdır burada. Amma biznes marağı edir ki, bugün düzəltdim, ən yaxşı halda 3 ilə 5 ilə qədər artıq pul geri dönüşünü özünü göstərir. Bunun cavabı. İkinci, Azərbaycanda niyə qlobal, belə deyək də, dünyadakı kimi idmana bu qədər pul gəlmir? Çünki bazar o bazar deyil, bazarın konjunkturası o həcmdə deyil. Biz bilirik ki, idmanda pulun 4 əsas pul cəlb etməklə. Birincisi, media yayım gəlirləridir. İkinci gəlir növü bunun sponsorluqdur ki, o da ki, adətən əsas hazırda Azərbaycanda da bu, belə deyək də, daha çox tətbiq olunur ki, bu da uzun müddətdə adətən 1 ildən 3 ilə qədər sponsorluq müqaviləsi götürülür. Üçüncü, bilet satışı və stadion gəlirləridir ki, bu da birbaşa olaraq maliyyə təsir edir və dördüncü də merchandising deyirlər buna. Bu, yəni klubun həmin formalarıdır, suvenirləridir. Bundan satışdan əldə olunan gəlirlərdir. Bu dördünün də formalaşmasının yenə də əsas məsələsi belə deyək də bazarın böyük olmasıdır. Yəni auditoriya böyük olmalıdır ki, burada gəlir də çox olsun. Misal üçün göstərsək, dünyada hazır statistikaya görə ən çox pul gətirən futboldur, basketboldur. Hətta sizə deyim ki, bu yaxınlarda daha da irəli çıxıb kriket, Hindistan liqasında kriket biznesidir. Təsəvvür gələn artıq 7 milyard dolları keçib dövriyyəsi. Yəni bu biznes artıq bunu belə deyək də auditoriya çox olduğuna görə burada artıq sponsorlar da maraqlı olur. Burada deyək də yayım hüquqları da daha çox baha satılır deyə burada idman biznesinə pul axınının gəlməsini təmin edir. Məsələn, bir misal çəkmək istəyirəm. Ryan Reynolds-ı yəqin ki, tanıyırsınız, Kanadalı Hollywood aktyorudur, ulduzdur. Biz onu bir çox filmlərdə izləmişik. Ryan Reynolds 2021-ci ildə Britaniyaya gəldi və İngiltərədə yaşayan şəxs deyil. Amerika Birləşmiş Ştatlarında və Kanadada yaşayırsa da orada İngiltərə bəzi çəkilişlər və yaxud işləri üçün gəlir. Və 2 milyon funt sterlingə Wrexham klubunu alır 2021-ci ildə. Və özü də müsahibəsində deyib ki, tok-şovların birində, mən futbolla maraqlanmıram. Yəni futbola baxan insan deyildim Wrexham klubuna qədər. Sadəcə olaraq bəzi dostlarım məni apardılar bu oyunlara ki, İngiltərənin 4-cü liqasında bu cür klublar var. İstəyirsənsə təxminən 1 milyon, 2 milyon, 3 milyon funt sterlingə belə bir klub əldə edə bilərsən. Mən də deyir, dostlarımın xətrinə 2 milyon funt sterlingə bu klubu aldım. Hazırda klub Championship'in üst pillələrində mübarizə aparır. Premier Ligaya çıxmaq
uğrunda artıq mübarizəyə qoşulub və son turlarda bəlkə də Wrexham biz gələn mövsüm Premier Liqada görə bilərik. Amma görməsək belə, Wrexhamın dəyəri bugün 100 milyon funt sterlingi keçib. Yəni 4 illik bir müddət ərzində 4 mövsüm deyək də biz buna. 4 mövsümə komandanın dəyəri 50 dəfə artıb. Mən demirəm Azərbaycanda biz əgər region liqasından bir klubu misal üçün də Xankəndini götürsək, kimsə həmin o klubu alsa 3 ildən sonra o Premier Liqada çıxış edəcək və dəyəri 50 dəfə qalxacaq. Amma bir neçə dəfə dəyəri yüksələ bilər. Komanda ən azından Premier Liqaya yüksəlib Affanla ayırdığı o 2,5 milyon manatı əldə eləyə bilər hər mövsüm. Düzdür? Məntiqlidir. Heç olmasa bu istiqamətdə, yəni bu məntiqlə yanaşan iş adamları ola bilər yəni ölkəmizdə. Elnur bəy, növbəti sualım məsələ bu maliyyə dövriyyəsi ilə bağlıdır. Biz biraz əvvəl Elcan bəylə danışdıq Premier Liqa. Bəlkə də izləmişsiniz bizim söhbəti dinlədiniz. Elcan bəy də qeyd etdi ki, Azərbaycanda idman, ümumiyyətlə futbol klubları xüsusən uzaqlaşmalıdır bir qədər. Affanın, necə deyirlər, çətirinin altından özəl fəaliyyətə keçməlidirlər. Və mən düşünürəm ki, eyni şəkildə basketbol klubları da yavaş-yavaş artıq federasiyanın çətirinin altından çıxmalıdırlar ki, inkişaf başlasın. Çünki sanki elə yerində sayır bəzi komandalar. Yəni, mövsümə dəyişir. Sizcə bu ümumiyyətlə məntiqli və doğru düşüncədirmi? Deməli, ilk deməli qeyd edim ki, istənilən klub üçün əlavə maliyyə vəsaiti həm də bir motivasiyadır ki, gələcəkdə hər hansı bir turnirdə kuboku və yaxud da ki, birinciliyi qazansınlar. Bunun üçün də maddi vəsait birinci növbədə gəlir. Çünki maddi vəsait olduqda həm yerli oyunçular motivasiya olur, maddi vəsait olduqda həm də klub xarici, belə deyək də, oyunçular cəlb edə bilir və nəticə olaraq da istənilən turnirdə qələbə qazanmaq olur. Bunun demək olar ki, %70-i maddi vəsaitdən əlaqəlidir. Amma ikinci tərəf var ki, yerli sahibkarların və yerli sponsorların buna marağı nə dərəcədədir? Bunu qiymətlə falan. Birinci növbədə baxmaqla müddətə. Sahibkar baxır, bəzən olur ki, onlar daha tez geri dönüş istəyirlər. Məsələ geri dönüşdə və yanaşmandadır. Siz bayaq qeyd etdiyiniz nümunədə həmin sahibkar özü bura biz belə də futbola, həmin kluba pul ayırarkən birinci növbədə gəliri fikirləşmirdi. Onun özünün şəxsi marağı var idi. Yenə deyək, əgər yerli sahibkarın, əgər şəxsən özünün basketbola və yaxud da ki, futbola və yaxud da ki, hər həmzə voleybola marağı varsa, birinci motivasiya edən onu odur ki, mən burada təkcə maddi maraq güdmürəm. Düzdürmü? Yanaşma birinci bununla olmalıdır. İkinci artıq maddi marağı qoyduqdan sonra artıq bu oyunçulardan, məşqçi heyətindən, inzibat heyətindən artıq nəticə tələb eləyə bilir. Təbii ki, bunlar tələb olundan sonra, maddi texniki bazı olduğundan sonra böyük ehtimal ki, istənilən liqada, istənilən idman növündə də mütləq şəkildə bir nəticə əldə olunacaq. Amma bunun üçün gərək sahibkarın özünün həmin idman növünə şəxsi marağı olsun, orada təkcə maddi maraq olmasın. Təbii ki, yəni yaxşı oyun getdiksə, orada bir maddi geri dönüş mütləq şəkildə olacaqdır. Sadəcə yanaşma olmalıdır. Və yaxud da qoyulan investisiya, bu da bir sahibkar kimi bir investisiyadır. Burada reklam ola bilər, şəxsi maraqlar ola bilər, həm də ki, ümumiyyətlə gəncliyin inkişafı. Təbii ki, burada dövlət təkcə bura pulu, çox vaxt deyirlər ki, məsələn, federasiyalar özləri niyə bura pul ayırırlar, əgər nəticə yoxdursa. Burada təbii ki, maddi nəticə olmasa da, müəyyən gəncliyin, böyük kütlənin belə deyək də, orada idmandan gözəl bunu, belə deyək də, gedib başqa yollara düşməkdənsə, belə deyək də... İdmanla məşğul olsalar yaxşı. İdmanla məşğul bir sağlamlıqdır, gəncliyimizin qorunmasıdır. Təbii ki, bunların hamısı birinci növbədədir. Yəni, dövlət, federasiyalar özləri burada ilk növbədə maddi marağı güdmürlər və əsas məqsəd hər hansı bir, belə deyək də, sahənin inkişaf etdirilməsidir. Amma bu bizim son günlərdə, belə deyək də, son illərin təcrübəsi göstərir ki, bu kifayət qədər azdır. Əslində, daha doğrusu biznes maraqları olsa, bu inkişaf daha sürətlə, belə deyək də, həm də ki, belə də keyfiyyət baxımından da daha yaxşı olacaqdır. Çox təşəkkürlər, minnətdaram fikirləriniz üçün və suallarımızı cavablandırdığınız üçün. Uğurlar arzu edirəm sizə, Elnur bəy. Təşəkkür edirəm. Görüşmək ümidilə. Sağ olun. Əziz tamaşaçılar, bizimlə bağlantıda Sumqayıt Basketbol Klubunun
direktoru və eyni zamanda maliyyəçi Elnur Quliyev idi.